Ölkə və dünya gündəmini Baku Press News-dan izləyin. Kanala abunə olmağı unutmayın. Ermənistanda kilsə ilə hökumət arasında yaranan gərginlik durmadan artır. Çünki bu sadəcə bir daxili siyasi münaqişə deyil, eyni zamanda Ermənistanın gələcək idarə etmə modelinin cəmiyyətin dünyəvi və dini təbəqələrinin toqquşma nöqtəsidir. Son hadisələr göstərir ki, kilsə açıq şəkildə proseslərdə siyasi rol almaq istəyir və bu Paşinyan hakimiyyətinin qərb yönlü, dünyəvi xəttinə birbaşa təhdid kimi qiymətləndirilir. Təbii ki, hökumət ictimai dəstəyi qoruyub saxlaya bilsə, kilsənin siyasi iddiaları boşa çıxacaq. Bu zaman Ermənistan dünyəviləşmə kursunu davam etdirəcək və kilsənin təsiri daha çox dini sfera ilə məhdudlaşacaq. Yox, əgər kilsə tərəfdarları küçə etirazlarını davam etdirsələr və bölgələrdə dəstək qazansalar, bu ölkədə yeni siyasi böhrana və erkən seçki tələblərinə gətirib çıxara bilər. Həmçinin kilsə və müxalif dairələr Rusiya yönümlüdür. Əgər Kreml Ermənistanı Paşinyanın əleyhinə yönləndirmək istəsə, kilsə bu prosesdə yumşaq güc rolunu oynaya bilər. Paşinyan hökuməti kilsənin təsirini məhdudlaşdırmağa çalışacaq, amma bu daxili sabitlik, xalqın mövqeyi və xarici təsirlərdən asılıdır. Milli Məclisin deputatı Elşad Musayev Oxu-Azı açıqlamasında bildirib ki, Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkisinə görə siyasi vəziyyət həddindən artıq gərginləşib. Bu prosesdə Ermənistan müxalifətinin də, kilsənin də rolu böyüdür. Eyni zamanda vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyanın da xüsusi rolunu qeyd etmək lazımdır. Paşinyanın da əlinə fürsət düşür ki, siyasi rəqiblərini zərərsizləşdirə bilsin. Çünki hazırda hökumət üçün əsas maneə kilsədir. Ümumiyyətlə, Ermənistan cəmiyyətində, Ermənistan dövlətçiliyində kilsənin həmişə xüsusi rolu olub. İndiki halda da kilsə faktiki olaraq əsas müxalifət rolunda çıxış edir. Paşinyan da ona mane olan kilsə ilə əsas müxalifətlə hazırda haqq hesab çürür. Ona görə də Paşinyanın Erməni Qriqoryan Apostol kilsəsinin başçısı 2. Qaradiginlə münasibətləri pisdir və onu hər fürsətdə zərərsizləşdirmək istəyir, deyə deputat vurğulayıb. Növbəti parlament seçkidə də Paşinyanın liderlik etdiyi Mənim Addımın ittifaqının qələbə qazanmaq istəyinə toxunan parlamentari bunun üçün mübarizənin getdikcə qızışdığını əlavə edib. Bu baxımdan Rusiyanın dəstəklədiyi kilsənin və müxalifətin qalib gələcəyini hesab etmirəm. Düşünürəm ki, bütün hallarda Paşinyanın komandasının bu marafondan birinci çıxmaq ehtimalı daha yüksəkdir.